Gördüyünüz bu xeymədə səhər, günorta və axşam yeməkləri ehsan olaraq Əziz İmam Rza zəvvarlarına paylanır. Türkiyə və Azərbaycandan gələn möminlər İmam Rza hərəminin yaxınlığında çadırlar qurub zəvvarlara ehsan paylayırlar. Yemək, çay, neskafe, şərbət və digər şeylər ehsan edirlər. Bu çadırlar sadəcə yemək yeri deyil. Burada insanlar bir-birinə yaxınlaşır, salamlaşır, dua edirlər. Hər kəs bilir ki, bu xidmət xanım Zəhraya və İmam Rzaya olan sevgi ilə edilir. Bu ehsan çadırlarında heç kim qonaq və ev sahibi deyil. Hamı imamın qonağıdır. Kimisi ehsan verir, kimisi ehsan alır. Hamısı bir niyyətin ətrafında toplanır. Savab qazanmaq və insanların könlünü almaq. Bu mənzərə bizə göstərir ki, Əhl-i-Beyt sevgisi millət seçmir. Türk də, Azərbaycanlı da, Fars da, hamı bir yerdə, bir niyyətlə məşhədin nuruna şərik olurlar. Qeyd edək ki, bu xidmət digər münasibətlərdə də təşkil olunur. Siz də bu xeyirli işlərdə bir addım atın və bu savab yolda şərik olun.